Bugün görkəmli oftalmoloq, alim, akademik Zərifə Əliyevanın anadan olmasından 103 il ötür. Zərifə Əliyeva 1923-cü ilin 28 aprel tarixində Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açıb. Akademik Zərifə Əliyevanın tədqiqatları alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir. O, Azərbaycan Tibb İnstitutunu bitirəndən sonra təhsilini Moskvada Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirib. Əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi başlayıb və bütün ömrünü tibbin oftalmologiya sahəsinə həsr edib. Gərgin və məhsuldar elmi fəaliyyətinə görə 1980-ci ildə əməkdar elm xadimi fəxri adına layiq görülüb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə ona keçmiş ittifaqın oftalmologiya sahəsində ən möhtəbər mükafatı olan SSR Tibb Elmləri Akademiyasının Ayverbax adına mükafatı verilib. O, həmin mükafata layiq görülən ilk qadın alimdir. Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib. O, həmçinin bir sıra dərs vəsaiti və monoqrafiyaların müəllifidir. Zərifə Əliyevanın əsərləri bugün də aktuallığını qoruyub saxlayır. O, iridodiagnostika və iridoterapiya problemləri ilə də məşğul olub. Bu sahəyə dair 2 monoqrafiya hazırlayıb. Dünya miqyasında iridodiagnostikaya aid kitabları ilk dəfə Zərifə Əliyeva yazıb. Akademik Zərifə Əliyeva keçmiş SSR Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumİttifaq Bilik Cəmiyyəti İdarə Heyətinin, Ümumİttifaq Oftalmoloqlar Elmi Cəmiyyət Rəyasət Heyətinin üzvü olub. Zərifə Əliyeva 1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edib. Onun cənazəsi 1994-cü ildə Moskvanın Novodeviçe qəbristanlığından Bakıya gətirilərək Fəxri Xiyabanda atası Əziz Əliyevin məzarı yanında dəfn olunub.